Ya Allah. Uşaqlar toplu 2025 ikinci hissə ədədin loqaritmin xassələri. Çox güman ki, çoxunuz gətirməyibsiniz, düzdürmü 2025? Burada neçə nəfər də var? Əlinizi qaldırın görün. Hardasa bir 4-5 stolda var, qalanları qonaq gəlir. Deyir ki, bərabərliklərdən hansı doğru deyil? A variantında LG 0 tam nədir bu? 100.000-də 1, -5 bu düzdür. B, baxanlar baxsın, düzdür. C də düzdür, 8 ura uçdur. D də düzdür. Y doğru deyil, birincidə belədir. Y belədir. Y doğru deyil, LG 21 bərabərdir. LG 3, vuraq LG 7. Uşaqlar bu doğru sayılır. Keçirik üçüncüyə. 3 belədir, qoy buradan yazdım, köçürdən. 7 üstü loqaritma 7 əsasdan 3, üstə gələk 25 üstü loqaritma 5 əsasdan 2 ifadəsinin qiymətini hesabla. Baxaq görək nə? Bərabər, əsas loqaritmi yendiyə görə bu 3 edir. Üstə gələk 25-i də 5-in kvadratının üstündə. Loqaritma 5 əsasdan 2 edir. Bu da bərabərdir. 3 üstə gələk 5 üstü loqaritma 5 əsasdan 2-nin üstündə 2 yazır. Bu da bərabərdir. 3 üstə gələk 2-nin kvadratı, 3 üstə gələk 4 cavab 7 eləmək. E var. Keçirik 5-ciyə. 5 də belə düşələr. 11 üstü loqaritma 11 əsasdan 7, üstə gələk 7 üstü 1 bölək loqaritma 5 əsasdan 7 bərabərdir. Loqaritmin xassələrini tətbiq edirik. Birinci əsas loqaritmi 7-dir. Üstə gələk. Bu da 7 üstü. Loqaritmin xassələni tətbiq edəndə yerini dəyişirik. Loqaritma 7 əsasdan 5 edir. Bu da bərabərdir. 7 üstə gələk 5 elədi 12. Keçirik 7-ciyə. 7-ci belə uşaqlar. Loqaritma 225 əsasdan 3, üstə gələk loqaritma 225 əsasdan 5. Bu da bərabərdir. Loqaritma 225 əsasdan 3 vuraq 5 bərabərdir. Loqaritma 225 əsasdan 15. Bunu da yaza bilərik. Loqaritma 225 əsasdan elə birbaşa 2-də 1 yazsam tərtənizə dəyməz ki. Yəni 225-in üstü 2-də 1 15-də. Bu da edir 2-də 1 və ya 0,5. B var. Yaxşı. Keçirik 9-a. Bundan sonra testlərimiz bol olur. 9. 9-da belə uşaqlar. LG 64 bölək LG 4. Bir əsasdan başqa əsasa keçmə düsturunda tətbiq edə bilərəm. Qüvvətin xassəsində LG 4-ün kubu yazıram. Qoy sizin üçün də daha rahat olsun. Bərabərdir. Bu da 3 vuraq LG 4 bölək LG 4. Cavab 3 elə. C. Əvvəlik qüvvəti tətbiq elədik. Növbət dəfər bir əsasdan başqa əsasa keçməni tətbiq edərik. Çünki o tez-tez lazım olan düsturdur. Bu yanımızda yaxşı qalsın. 11. 11-ci belə uşaqlar. Loqaritma 2 əsasdan 72 çıxaq. Loqaritma 2 əsasdan 9 ifadəsinin qiymətini tapır. Xassədir. Loqaritma 2 əsasdan 72 bölək 2. Üzr istəyirəm 2 yox 9. Bərabərdir. Loqaritma 2 əsasdan 8 eləyir. Bu isə 3-ə bərabərdir. B. D. D var yəni. Keçirik 13-ə. 13 belə uşaqlar. Loqaritma 2 əsasdan sinus pi böl 6 bərabər. Bilirik ki, sinus pi böl 6 2-də 1-ə bərabərdir. 2 əsasdan 2-də 1, bu da -1. C var. 15. 15 də belə. Loqaritma
3 əsasdan 5-də 9 üstə gələk loqaritma 3 əsasdan 5. Bu da bərabərdir. Loqaritma 3 əsasdan 5-də 9 vuraq 5. Bunlar da getdilər. Loqaritma 3 əsasdan 9 cavab 2. C variantı. 17. 17 də belə. LG 2 üstə gələk LG 25 çıxaq LG 5 ifadəsinin qiymətini hesablar. Birinci bu ikisini tətbiq edib. Ümumi tətbiq edə bilərəm. Belə olur. LG 2 vuraq 25 bölək 5. Belə bir şey olur. O da LG 10 deməkdir. Cavab 1 elə. C. 17-dən sonra gəlir 19. Belə maraqlı sualdır. Yazır ki, LG tangens 40 dərəcə, bura tangens 41 dərəcə, bura tangens 42 dərəcə və s. tangens 45, yox 50 dərəcə. Tangens 50 dərəcə. Bərabər. Kotangens eləyəndə 1 eləyir. Bərabər. 41'den 45'ten əvvəl ortada bir tangens 45 dərəcə var. Bu 1. Eni fikir. 45'ten sonra nə gəlir? 46. Düzdür. Tangens 46 dərəcə var. 45'ten əvvəl də tangens 44 dərəcə var. Düzdür. Tangens 46'nı biz 90 dərəcə çıxaq 44 ilə yazanda kotangens 44 eləyir mi? 44. Bunlar bir-birindən getdi, 1 elədi mi? Çox yaxşı. Bundan əvvəl 43 dərəcə. Bundan sonra da gəlir 47 dərəcə. Onlar da getdi mi? Hamısı ortada bu qaydada. Bax 40 dərəcə, 50 dərəcə. 50 dərəcəni də kotangens 40 dərəcə yazsa, onda alınır LG 1. Bu isə 0 demək. Y variantı. Keçirik 21'ə. 21 belə. Aylarına vaxtını satanda deyil. Logaritma 3'də 1 əsasdan 9 kök 3-cü dərəcədən 3 ifadəsinin qiymətini hesablayır. Hesablayaq da. Bərabərdir. Logaritma 3'də 1 əsasdan bu 3-2, bura 3'də 1 deməkdir. Bu da bərabərdir. Logaritma 3'də 1 əsasdan 3-2,1'də 2,1. Bunda laf sizin üçün aydın olsun deyəm. 3'də 1 əsasdan 3'də 1 üstü mənfi 2,1 yazıram. Cavab mənfi 2,1 və ya mənfi 3'də 7 var mı? A variantı. 23'ə baxaq. 23 belə. 5 üstü 2 bölək logaritma 3 əsasdan 5 edir. Bərabər. Logaritma xassəsini tətbiq edə bilərik uşaqlar. Yazırıq. 5 üstü 2 vuraq logaritma 5 əsasdan 3. Yerini dəyişirəm, sürətə qaldırırım. Bunda 5 üstü logaritma 5 əsasdan 3'ün kvadratı yaza bilərəm. Qüvvətin xassəsini. Bu da 3'ün kvadratı. Deməli, mötəzənin içi 3 edir. Cavab 9'dur. B var. Keçirik 25'ə. 25 belə. Logaritma 2 əsasdan 5 vuraq. Logaritma 25 əsasdan 8. Bərabərdir. O xassənin tətbiqini yox, mən indi sizə bir əsasdan başqasına keçmənin vasitəsini edilməsində daha asan yolu var. O xassəni, o yadınıza gəlin, kökün də quraq. Bu bax, logaritma A üstü Q əsasdan B üstü P nə deməkdir? P bölək Q, logaritma A əsasdan B. Bundan istifadə eləmək olur yəni. İstəyirsiniz elə eləyim, istəyirsiniz də bir əsasdan başqasına keçmək olur. Logaritma 2 əsasdan 5 qoy bu düsturla eləyim. Bunu yazıram, logaritma
5'in kvadratı 2'nin kubu kimi. Onda ne olur? Onda olur logaritma 5 əsasdan 2 vuraq. 2'də 3 logaritma yox 2 əsasdan 5'dir birincisi. 2 əsasdan 5 vuraq logaritma 5 əsasdan 2. Düzdür? 2'də 3'ü də lap qabağa keçirdəndə 2'də 3 vuraq logaritma 2 əsasdan 5 vuraq logaritma 5 əsasdan 2. Bunlarsa bir-birindən gedir 1'dir. Niyəsin bilirsiniz də yerin dəyişəndə 1 bölür. Cavab 2'də 3 və ya 1/5. C. C. 27. 27. Sağ olun. 27 belə düşür. Deyir ki, logaritma AB əsasdan B bərabərdir logaritma kök altda 3 əsasdan 3 olarsa, logaritma B əsasdan A-nı hesablayın. Hesablayaq da, əvvəla birinci başlayıram bunu ki, bu neçə deməkdir? Kök altda 3 əsasdan bu 2 deməkdir. Düzdür? Çünki bu kök altda 3-ün kvadratı. Alırıq ki, logaritma AB əsasdan B bərabərdir 2. İndi bunu belə eləyək. 1 bölək logaritma B əsasdan AB yerini dəyişirəm. Bərabərdir 2. Düzdür? Buradan da alıram ki, bu 1 bölək logaritma B əsasdan A üstə gələk logaritma B əsasdan B-dir. Qüvvətin xassəsinə görə bu da 2. Buradan da alırıq ki, 1 bölək logaritma B əsasdan A üstə gələk 1 bərabərdir 2. Yerini dəyişəndə logaritma B əsasdan A üstə gələk 1 bərabərdir 2 dəyərlidir. Logaritma B əsasdan A bərabərdir -2 dəyər və ya -0.5. Y variantı. Keçirik 29'a. 29. Da belə. 2 logaritma 2 əsasdan 2 kök altında 2 ifadəsinin qiymətini hesablayın. Birinci bunun logaritma 2 əsasdan 2 kök altında 2'nin kvadratı kimi. Bu da logaritma 2 əsasdan 8 eləyir. Cavab 3. A. 31. Hansının mənası yoxdur? Deməli 31'də belədir. Birinci yazıq LG tangens 150 dərəcə. İkincidə yazıq LG 2y çıxaq 1. Üçüncüsündə yazıq LG kök altda 3 çıxaq y. Dördüncüsündə də yazıq ki LG kosinus 300. Siz bilirsiniz ki 300 dərəcə. Mənfi olanda məna olmur da. Bax, tangens 150 ikinci rübdür, mənfi olduğu üçün deməli bunun mənası olmur. 2y'miz təqribən 2,72'ni vuranda 5 tam nə bilim 40 neçə alır. Böyükdür, deməli bu olar. Bunun mənası var. Kök altda 3'e çıxaq y. Mənası var mı? O təqribən 1,7 çıxır da 2 tam neçədir. Deməli bunun mənası yoxdur. Kosinus 300 dərəcə. Dördüncü rübdür, mənası var. Mənası olmayanlar hansı oldu? Birinci və üçüncü. D. D var. 30. 3'e keçirik. 33. Bunlar çoxdur. Mümkün qədər hər gün biraz artıq edir. 200 dənə arasında. 2 əsasdan 4'də 1. Çıxaq 3 logaritma 3'də 1 əsasdan 27 ifadəsinin qiymətini hesablayır. Hesablayaq da bu bərabər 2 vuraq, bu 2 üstü -2 deməkdir, -2. Çıxaq 3 vuraq, bu da -3 deməkdir. O da bərabər -4 üstə gələk 9, 5 yapar. Keçirik 35'ə. Deməli belə.
4 loqaritma 4 əsasdan 5 vuraq. Loqaritma 5 əsasdan 8-də 1. 5 əsasdan 8-də 1. İfadəsinin qiymətini hesab. Belə eləyir uşaqlar. Deyirəm ki, bunu yazıram. 4 loqaritma bunun aydın olsun deyən bərasından başqa hissə keçəcəm. Sizə rahat olsun. LG-yə keçəcəm. Lap eləyənə keçəcəm. Elən 5 bölək, elən 4 demək. Düzdür. Vuraq. Elən 8-də 1. Elən 5-də 1 deməkdir. Elən 5-də getdim hələ yerində. Burada 4 vuraq. Bunun elən 2 üstü mənfi 3 kimi yazıram. Bunu da elən 2 üstü 2 kimi yazıram. Bu da 4 vuraq. Mənfi 3 elən 2. Bu da 2 elən 2. Getdi. Bununla bu gedəndə cavab mənfi 6 qalır. Mənfi 6 D. D. Keçirik 37-yə. 37-də nə var? İfadələrdən hansının mənası yoxdur. Məcburam kitab gətirməyib bəziləri, ona görə məcburam hamısını yazmaq. Loqaritma 2 əsasdan 1 çıxar kökdə 3. İkincisi, loqaritma kosinus pi. Üçüncüsü, loqaritma 5 əsasdan kök altında 725. Dördüncüsü, LG pi çıxar 3. Beşincisi, loqaritma 3-də 1 əsasdan kök 3-cü dərəcədən 5 çıxar kök altında 3. Hansının mənası yoxdur? Bir gözümüz bax. Birincinin yoxdur. Kosinus pi-dən neçə alır? Bir, diqqətli olun. Bunun da mənası yoxdur. Bunun var. Bunun da var. İndi qaldı bu. Niyə yoxdur? Nə bilirsən yoxdur? 6-cı dərəcədə nə gətirir gör? İkisində. 6-cı dərəcədən 25 böləyirmi? 6-cı dərəcədən 24, 27 də bu. Deməli, 6-cı dərəcədən 25-dən 6-cı dərəcədən 27 sana mənası yox. Bizdən soruşduğu da olmayan edir. 1, 2, bir də 5. S variantı. Keçirik ondan sonrakına. 39. 39 da belə. Şuralar 3 üstü loqaritma 2 əsasdan 4, 4 üstü loqaritma 2 əsasdan 3. Bunu mən sizə bəyəkləri xassə kimi deyəcəm, amma hələ sübut eləməmişəm. Ona görə, bax, görürsünüz bu ikisinin yeri dəyişir. Bu 3 üstü loqaritma 2 əsasdan 4, burada da 3 üstü loqaritma 2 əsasdan 4. Cavab 1. Onu dərsdə gələn dəfə izah edir. Y. 41 deyir ki, A böyük 1 olarsa, bunu dayandırın. Siz 40-a qədər yazın, çünki bu 41 loqaritmik funksiyanın xassəsidir şu an. Hələ onu keçməmiş. 40-a qədər cüt sayda olanları yazacaqsınız.